Herkese salam. Bugün yeni video ile karşınızdayıq. Videomuzun mövzusu meyvələrin yetişməsi haqqındadır. İlk öncə bu barədə danışmaq istəyirəm ki, necə oldu ki, biz bu videonu çəkmək qərarına gəldik. Deməli, mən hər səhər çantama banan qoyub universitetə aparıram və universitetdə çantamı açanda evdə sarı olan bananın universitetdə qaraldığını müşahidə elədim. Bu hadisə bir neçə dəfə təkrarlanandan sonra bunu araşdırmaq qərarına gəldim. Özümün də beynimdə bir sıra səbəblər vardı ki, bəlkə qaranlıqdan dolayı, çantamda isti olur deyə, oksigensizlik olur deyə bananın yetişmə prosesi sürətlənir. Gəlin bu mövzunu birlikdə müzakirə edək. Meyvələri klimakterik və aklimakterik olmaqla iki yerə bölürük. Klimakterik meyvələr ağacdan dərildikdən sonra da yetişmə prosesini davam elətdirən meyvələrdir. Bunlara banan, şaftalı, alma kimi meyvələri misal göstərmək olar. Aklimakterik meyvələr isə ağacdan dərildikdən sonra yetişmə prosesini davam elətdirməyən meyvələrdir. Yəni onlar yalnız ağacdaykən yetişirlər. Bunlara misal kimi də üzümü, gilası, çiyələyi misal göstərmək olar. Amma banan klimakterik meyvə olduğuna görə biz bugün klimakterik meyvələrin yetişmə prosesindən danışacağıq. İlk öncə bunu demək istəyirəm ki, banan və yaxud da digər, yəni klimakterik meyvələrdən söhbət gedir ki, bu meyvələr əmələ gələn kimi yetişmirlər. Bunların yetişməyi üçün də müəyyən bir zaman dövrünün gəlib çatması lazımdır və bu zaman dövrünə kritik zaman dövrü deyilir. Hansı ki, kritik zaman dövründə meyvə yetişməyə hazır olur. Yəni meyvə artıq yetişə bilər. Bunu idarə edən genlər isə master switch genləridir. Master switch genləri aktivləşən zaman bitki başlayır etilen sintez eləməyə və bu etilen qazı bitkini öz-özünə yetişdirir. Və bu meyvələrdə ümumiyyətlə etilen qazının əmələ gəlmə prosesi avtokatalitik bir prosesdir. Yəni bu nə deməkdir? Bu deməkdir ki, əmələ gələn etilen öz-özünü aktivləşdirib daha çox etilen əmələ gəlməsinə səbəb olur və bitki bu sahədə yetişməyə çalışır və az yetişmiş meyvədə ona görə etilenin miqdarı az olur, amma çox yetişmiş meyvədə etilenin miqdarı çox olur. Kənd təsərrüfatı ilə məşğul olan insanlar xaricdən etilen verərək bu meyvənin yetişmə prosesinə müdaxilə edirlər. Bəzən olur ki, yığım öncəsi, bəzən də yığım sonrası etileni azaldan və yaxud da etileni çoxaldan bir sıra kimyəvi maddələrdən istifadə edərək meyvənin yetişmə prosesinə müdaxilə eləmiş olurlar. Amma belə bir məsələ var ki, etilen qazı, yəni süni yolla istifadə edən etilen qazı yandırıcı bir qazdır. Buna görə də bunu ambarlarda istifadə edən zaman bu partlayışlara və bir çox insanların ölümünə gətirib çıxarmışdı. Ona görə də hal-hazırda bunu istifadə edərkən etileni digər qazlar qarışığı halında verirlər ki, etilenin yandırıcı özəlliyini az da olsa bastırmış olsunlar. Etilenin sadəcə funksiyası meyvəni yetişdirməkdirmi? Xeyr. Etilenin eyni zamanda stresə qarşı da funksiyası var. Misal üçün bitkini düşünün. Bitkinin yarpağı zədə alıb və bitkinin yarpağı əgər zədə alıbsa, bu zaman bitki özünə başlayır etilen qazı sintez eləməyə, bu stresə cavab olaraq və bu etilen qazı başlayır yarpağı çürütməyə və yarpaq bitkidən atılır. Və keçmiş dövrdə düzdür, insanlar tam olaraq etilenin meyvənin yetişməsində və yaxud da stresə qarşı rolunu bilməsələr də, yəni bu yeni dövrlərdə ortaya çıxmış olsa da, insanlar bundan istifadə edirdilər. Qədim Misirlilər əncirin üzərinə kəsik yatırdılar və bu kəsik bir stres reaksiyasını oyadırdı. Nəticədə meyvə başlayırdı etilen sintez eləməyə və yetişməyə. Və qədim Misirlilər bilməsələr də əncirə kəsik yatmaqla yetişmə prosesini sürətləndirdilər. Hətta Çinli fermerlər belə armudları buxur yandırılan otaqlarda saxlayırdılar və bu otaqlarda yandırılan buxurdan etilen qazı xaric olurdu. Bu etilen qaz da armudların yetişmə prosesini sürətləndirirdi. Hətta 1800-cü illərin sonlarında alimlər belə bir hadisəni müşahidə etdilər. Küçə lampalarının yaxınlığında yerləşən ağaclarda çürümə prosesi, yarpaqların tökmə prosesi baş verir və bu hadisə nəyə görə belə olurdu? Çünki küçə lampaları etilen qaz buraxırdı. Bu etilen qaz da ağac üçün stres rolunu oynayıb ağacın yarpaqlarının tökməsinə, çürüməsinə, qurumasına gətirib çıxarırdı. Hətta Harry Klein bir tədqiqatçıdır. Harry Klein'in bir sözü var ki, yetişmək çürümənin başlanğıcıdır. Və bu nə deməkdir? Yəni əslində həqiqətən də bir meyvə əgər yetişməyə doğru gəlsə, deməli bu meyvə çürüyəcək. Ona görə deyirlər ki, çürük almanı digər almalardan ayırın, atın, digər almaların yanında saxlamayın. Çünki bu digər almaların da yetişmə prosesinə, yəni çürümə prosesinə gətirib çıxardacaq. Çürümüş meyvədə etilenin miqdarı çox olduğuna görə bu ətrafında olan digər meyvələrə də təsir göstərib, digər meyvələrin də yetişmə prosesini sürətləndirib və çürüməsinə yol aça bilər. Ona görə də hətta əkin sahələrində belə bir üsuldan istifadə edirlər ki, etilen absorberləri olan kalium permanganat filtrlərindən istifadə olunur. Bunlar etileni sorurlar və nəticədə çürük bir meyvənin digər meyvələrə təsir edib onları da çürütməyinin qarşısını alırlar. Düzdür, burada söhbət çürük meyvədən getsə də, eyni zamanda digər, yəni yetişmiş meyvələrə də aid olan özəllikdir ki, bu. Bəzi meyvələr var ki, yetişməyə həssasdırlar. Misal üçün kələmdir, xiyardır, brokolidir. Bu meyvələr yetişməyə qarşı, yəni etilenə qarşı çox həssas olan meyvələrdir və bu meyvələr etilenə çox həssas olduqlarına görə, əgər biz bu meyvələri
etilen sintez edə bilən banan, alma, şaftalı kimi meyvələrin yanında saxlasaq, o zaman biz bu meyvələrin tez bir zamanda xarab olmasına yol açmış oluruq. Hətta nəinki meyvələr, güllər belə etiləyə qarşı həssas olurlar. Ona görə də misal üçün deyək ki, bananın yanına əgər biz bir gül qoysaq, bu zaman biz gülün tez solmasına gətirib çıxardacaq, yol açacağıq. Bunun qarşısını almaq üçün də gül satılan dükanlarda etilensiz hava dövranlarından istifadə olunur ki, gülləri daha uzun ömürlü eləsinlər. Bir şeyin də fərqinə varmısınızmı ki, soyuducuda saxlanılan meyvələr daha dadsız olur. Bunun səbəbi nədir? Çünki soyuducuda saxlanan meyvədə etilenin sintezində rol oynayan genlər susur. Və bu genlərin susması nəticəsində gətirib çıxardır etilen sintez olunmamağa. Etilen sintez olunmursa, bu da o deməkdir ki, artıq meyvə tam yetişməyəcək, tam yetişməmiş meyvə dadsız meyvə deməkdir. Ona görə də bu gətirib çıxardır soyuducuda qoyduğumuz meyvələrin daha dadsız olmasına. Və hal-hazırda alimlər müasir dövrdə təbii ki də bu etilen sintez edən genləri tapıblar və bunlar üzərində dəyişikliklər edərək istənilən zamanda əldə edilə bilən meyvələr əldə etmək istəyirlər. Yəni misal üçün banan müəyyən bir sezona aiddirsə, bunu bananı bütün sezonlarda əldə edə biləcəyimiz anlamına gəlir bu. Yəni alimlər bunun üzərində çalışırlar. Ümid edirəm ki, mənim çantama qoyduğum bananı nəyə görə universitetə açarkən bananın qaraldığının artıq sözünüzdə cavabını tapmış olarsınız. Etilen qazdır. Qaz bu deməkdir ki, bu uçucu bir maddədir. Buna görə də bu uça bilir. Lakin biz onu qapalı bir yerdə saxlayanda, yəni çanta kimi qapalı bir yerdə saxlayanda etilenlər yığılır və əgər meyvə yetişməyə hazır bir dövrdədirsə, bu zaman bu etilen meyvənin yetişmə prosesində sürətləndirir. Hətta çanta fəni deyə bir fənd də var imiş. Bugünkü videomuz bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.